Vətəni elə sevməli, vətənə elə aşiq olmalısan ki, vətən uğrunda qan tökməyə, lazım olduqda isə canını verməyə hazır olmalısan. İkinci Qarabağ müharibəsi zamanı vətəninə görə canını qurban verən oğullarımızdan biri də şəhid Məmmədov Elvin Mahmudoğlu idi. Elvin 1992-ci il oktyabrın 3-də Zaqatala şəhərində anadan olmuşdu. Zaqatala rayonu Şıxəli Qurbanov adına 3 saylı orta məktəbdə təhsil almağa başlayan Elvin uşaq vaxtlarından zəhmi, biliyi ilə seçilibdir. Ona dərs deyən müəllimlər, onunla birlikdə təhsil alan dostları bir ağızla Elvin həmişə hamının köməyinə qaçar, bacardığı qədər hər kəsə yardım etməyə çalışardı deyirlər. Orta təhsilini bitirdikdən sonra Gürcüstanın Şərqi Avropa İnstitutunun Maliyyə Kredit Fakültəsinə qəbul olur. Ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanan Elvin burada da xeyirxah olmasına görə qısa müddətdə həm komandirlərinin, həm də əskər yoldaşlarının hörmətini qazanır. Vətən müharibəsinin ilk günlərindən cəbhəyə atılan Elvin döyüşlərə sanki bunu illərdir gözləyirmiş kimi atılır. Elvin elə əzmlə, elə həvəslə döyüşür ki, döyüş yoldaşları onun kimi olmağa, onun kimi vuruşmağa can atırmış. Qarşıya qoyulan bütün döyüş tapşırıqlarını məharətlə başa çatdıran Elvin döyüş yoldaşlarını da qoruyurmuş. Öz həyatından çox döyüş yoldaşlarının həyatını düşünən Elvin oktyabrın 15-də Ağdərə istiqamətində gedən döyüşlər zamanı yaralı əskər yoldaşlarını döyüş bölgəsindən çıxardan zaman şəhadətə ucalır. Ölümündən sonra Suqovuşanın azad olunmasına görə cəsur döyüşçü vətən uğrunda medallar ilə təltif edilir. Şəhid Məmmədov Elvin Mahmudoğlu Zaqatala rayonunda dəfn edilmişdir.